Birinci sual olacaq ki, dünən axşam saat 12-1 arası harda olmusan? 9-dakı klubda. Neçə nəfər olmusunuz? 6 nəfər. Mən, Fərid, Hikmət, 3 dənə biz. Hikmət üniversitə qəbul olmuşdu, onu qeyd edirdik. Dünən 3-cü məhəllədə saat 12-15-də adam bıçaqlanıb, yerindəcə ölüb. Həmin saatda həmin ərazidə sən və dostun Fərid də orada olmusunuz. Belə bir hadisəni görmüsünüz, yoxsa yox? Yox, biz heç nə görməmişik. Cinayətkar bugün səhər gəlib təslim olub. Burada sənə şəkil göstərəcəklər. Deyəcəklər bunu tanıyırsan. Tamam. Məsələ belədir. Dünənki hadisədə Rüfət və Nadirdən başqa digər 2 nəfər də olur. Ola bilərmi ki, o digər 2 nəfər sən və dostun Fəriddir? Mən cinayət edəyən oxşuyuram. Bax qardaşım, sonra sənə videomuzu göstərəcəklər, amma təntimə yaxşı.